metrosunda NFC ilə ödənişlərə başlanılıb. Artıq keçid zamanı NFC dəstəkləyən bütün yerli bank kartları, o cümlədən Apple Pay və Google Pay vasitəsilə ödəniş etmək imkanı olacaq. Bakı metropolitenində son dövrlərdə rəqəmsal texnologiyaların tətbiqi genişlənir. Metronun keçidlərində NFC dəstəkləyən bank kartları ilə test rejimində ödəniş imkanı yaradılıb. Bu yenilik sərnişinlər tərəfindən müsbət qarşılanır. Belə ki, onlar vaxtlarına qənaət edir, sıra gözləmirlər və daha rahat səyahət imkanından yararlanırlar. Əlavə zamanımız getməyəcək, yəni əlavə iş olmayacaq bizim üçün. Daha rahat, daha gözəl olar. Yəni kartla ödəmə, telefonla ödəmə lap gözəl olar. Yəni bu çox asandır və işimiz də asanlaşacaq. Bakı karta pul vurmaq üçün bir sıra gözləyir və NFC-də buradan keçmək bizim üçün daha rahatdır. Ödəniş sistemi hazırda test rejimində tətbiq olunduğundan bu imkan hələlik yalnız Bənövşəyi xəttin bütün stansiyalarında mövcuddur. Bank kartları və yaxud da NFC sistemi ilə ödənişin növbəti mərhələsi çərçivəsində artıq Bənövşəyi xəttimizdən istifadə edən sərnişinlərimiz də faydalana bilərlər. Yəni Xocəsən, Avtovağzal, 8 noyabr və Memar Əcəmi, onu da xüsusi olaraq əlavə edim ki, yalnız Bənövşəyi xətti Memar Əcəmi stansiyalarında sərnişinlərimiz bank kartlarından istifadə edə bilərlər. Sınaq mərhələsində sərnişinlər hər hansı texniki çətinliklərlə qarşılaşdıqları halda Bakı kart və ya digər mövcud ödəniş üsullarından istifadə edə bilərlər. Zəhra Rızayeva, Bağır Kərimov, ASTV Xəbər.